Herkese salam kızlar. Kanalıma ve yeni vloguma hoş geldiniz. Necəsiz? Bugün vlogumu tem bağlamasını açmaqla başlayıram. İstədim tem bağlamanı birinci açım. Bu maskanı istifadə edib, sonra öz fikirlərimi bildirərək sizə vlog çəkməyə başlayayım. İstifadə etdim. Qəşəng soyulan maskadır. Üzümü ağappaq elədi. Yumuşa, yəni məsləhət bilirəm. Alın istifadə edin. Maraqlanan olsa yorumlarda yazsın. Artikel kodunu göndərin. Bir də mən sizə keçən vloglarda demişdim ki, mətbəxin altı üçün işıq tapşırmışam. O da gəldi. Axırda batareykalarını qoşub sizə çəkmişəm. İnşallah vlogumu axıra kimi izləyib baxarsınız. Uşaq üçün 7 ədəd yaxaldıq. Bir də dişini qaşınmaq üçün belə fırça kimi diş qaşıyıcılardan vurdum. Düzdür, tam xoşuna gəlmədi. Amma bəlkə irəliləyən zamanlarda xoşuna gələr. Və gəldik əsas məsələyə. Bunun yolunu yəni səbirsizliklə gözləyirdim şamdanların. Yəqin ki, siz qısa videomda hazırlanmasını görmüşsünüz. Axırda onların üstünə qəşəng şamlarımı da qoydum, süfrəmi də bəzədim. Mütləq vlogumu axıra kimi izləyin. Kızlar, hazırlaşıb evdən çıxıram. Saatımız ərtəsi var. Yox. İndi bunu taxa bilməyəcək bir gün. Neysə, hazırlaşıb evdən çıxıram. Buralarda nə gündədir. Bir vaxt tapıb buralarda yığışdırım. İndi gedirik gezməyə. Bu tulumu sizə göstərmişdim keçən həftə. Keçən vloguda xəstəxanaya gedəndə almışdım. Onun için çox böyük olur ona. Ayaqları çıxır, bayırda qalır. Və getdim baldızımgilə. Oğlumu da baldızıma təslim edib gedib işlərimi rahatlıqla görürəm. Onun için şimdi karabuz var. Gəldim evə. Bunun paltarlarını değiştirdim. Qarnını doyurdum. Ben özümdə biraz yemək yedim. Ondan sonra dedim başladım işlərimi görməyə. Bunun paltarlarını değiştirdim. Ondan sonra başladım işlərimi görməyə. Şamdanlar üçün şam da aldım. Onları da yerləşdirim yerinə. Yemeği pişirim. Kızlar, bunları qoşduq bura. Özüm telefon işığını yandırmamışam ki, tam olaraq görsənsin nə qədər işıq verir, amma tam yəni o qədər də çox işıq vermir də. Bunu söndürüm. Baxın, belə üstünə apardıq. Amma tam o qədər də yəni çox işıq vermir. Mən belə gür işıq gözləyirdim, amma yox. Amma qəşəng görsənir. Amma o qədər də çox işıq vermir. Gerek qaranlıqda nətər olacaq, görsün işığı söndürüm. Amma qəşəng görsənir. Qoxuların işığını söndürdüm. Düzdür, biraz pencereden ışıq düşür, amma olsun. Süper görsənirim məncə. Qəşəngim.
Və gəldik əsas məsələyə. Əgər vloqlarımı bəyənirsinizsə, vloqlarım sizə xoşunuza gəlirsə, mütləq kanalıma abunə olmağı, videolarımı bəyənməyi, öz fikirlərinizi yazmağı unutmayın. Mən vloqa qabyan hissələrimi qoymurdum. Amma xanımlardan biri yorumlarda yazdı ki, qabyan yerləri də qoy. Ona görə sizin üçün 2 dəqiqəlik qabyamı yerdə qoymuşam. Kızlar necəsiz? Bugün oyandım. Yerləri yığışdırdım. Bir iki tane paltarlarım var. İndi onları da qattalayayım. Onu koymuşam öz için orada oynuyor. Ondan sonra onu da geçen yerini yığıştırım. Dünən vaxtım olmadı deyə bu şamdanları yerləşdirə bilmədim. Ona görə dedim bugün eləyim. Rahat bir şəkildə uşağı yatsıdırdım. İşlərimi görməyə başladım. Mən TikTok'da görmüşdüm ki, şamdanları belə üz silən, makyaj silənlə yəni kesib yerləşdirirlər. Mən də kesdim, amma gördüm yox, boş qalır. Amma pito yerləşdirdim, gördüm pito qəşəng, yəni gedir. Ona görə hamısını içinə pito yerləşdirdim. Sizə də məsləhət bilirəm ki, birinci pito yerləşdirin. Əgər qıraqlarından çıxırsa, ondan sonra kesin. Birinci belə süfrəsiz qoydum, amma gördüm süfrəsiz, yəni çox o qədər yaxşı görsənmədi, boş görsəndi. Süfrə ilə qoydum, amma o qədər də çox xoşuma gəlmədi, boş görsənirdi. İndi yanına bir güldanla, baxım, yanına nəsə qoymaq istəyirəm, çünki çox boş görsəndi tək olanda. Siz nə deyirsiniz?